Bismillahirrahmanirrahim. İbnül Qayyim rahimehullah təlif etmiş olduğu Əd-Dəu və-Dəvau, yəni Dərd və Dəva adlı kitabında günahlar tərifə layiq adları rəzil adlara dəyişdirər adlı başlıq açaraq belə buyurur. Günahlar sahibinin üstündən tərifə layiq və şərəfli adları götürər, əvəzində ona rəzil və alçaq adlar daşıtdırar. Ondan mömin, xeyrxah, müttəqi, müti, tövbəkar, Allah dostu, dindar, əməli salih, abid, Allahdan qorxan, yaxşı və bu kimi adları alar. Əvəzində ona günahkar, asi, inadkar, pis, fəsad törədən, xəbis, qəzəbə uğramış, zinakar, oğru, qatil, yalançı, xain, luti, vəfasız, qohumluq əlaqəsini kəsən və sair bu kimi adlar verdilər. Bunlar fasik adlarıdır. Allah Teala buyurur: "Bi'sel ismul fusuqu ba'del iman." İman gətirdikdən sonra fasik adını qazanmaq necə də pisdir. Bunlar dəyyanın qəzəbinə uğramağı, cəhənnəmə daxil olmağı, rəzil və dəyərsiz həyatı şərtləndirən adlar, vəsiflərdir. Əvvəlkilər isə Rəhmanın razılığını qazanmağı, cənnətə daxil olmağı və insana digər təqdirə layiq keyfiyyətləri qazanmağı təmin edən adlardır. Əgər günaha görə ayrı cəza olmasaydı da, məntiqə əsasən bu adları və onları şərtləndirən amilləri qazanmaq günahlardan çəkinmək üçün bəs idi. Eləcə də Allaha itaat etməyin qarşılığında savab olmasaydı, məntiqə əsasən itaatin qazandırdığı adları qazanmaq özü bəs edərdi. Lakin Allahın verdiyini kimsə əldən ala bilməz. Onun əldən aldığını isə kimsə verə bilməz. Onun uzaqlaşdırdığını kimsə yaxınlaşdıra bilməz. Onun yaxınlaşdırdığını isə kimsə uzaqlaşdıra bilməz. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən Allah istədiyini edər.